nağılı adlı əlilliyi olan Gəncərin Beynəlxalq Yaradıcılıq Festivalının son günü möhtəşəm bir qala konsertlə başladı. Gənclər və İdman Nazirliyi tərəfindən təşkil olunan festivalın yekununa xanəndələr öz ifaları ilə start verdilər. Gənclər və İdman Nazirinin müavini İntiqam Babayev bütün qonaqları salamlayaraq yerli, eləcə də xarici ölkələrdən vətənimizə təşrif buyuran əlillər cəmiyyətlərinin üzvlərinə müxtəlif hədiyyələr də təqdim etdi. On il bundan qabaq biz fəaliyyətimizə başlayanda şəhərə çıxanda heç əlilliyi olan gənclər və yaxud uşaqlar o qədər sayda görmürdük. Və biz həmişə deyirdik ki, yəqin bizdə elə adam yoxdur. Amma o deməkdir, indi biz başa düşürük ki, o gənclərimiz, o uşaqlarımız təcrid olunmuş vəziyyətdə evlərində və yaxud hansısa müəssisələrdə yaşayırdılar. Amma indi biz görəndə küçələri çıxanda görürük ki, doğrudan bu insanlar var. Ədəbiyyat rəmzi olan Simurq quşu festivalın simvolu olaraq seçilir. 10 ölkədən 150-yə yaxın gənc iştirak edən konsertdə gənclər öz bacarıqlarını göstərdilər. Gələcəkdə məqsədim xalqıma xidmət eləmək, oxumaq, gözəl nailiyyətlər qazanmaq. Tar çalmağa hardasa bir 8 il, 9 il bundan əvvəl uşaq vaxtı marağım var idi mənim musiqiyə. Elə papa ilə bir yerdə getdiyim musiqi məktəbinə, orada seçdim bir musiqi alətlərinə baxanda nəsə tar mənə maraqlı gəldi. Əslində mənim bu hobbimdir, bir 13 ildə məşğul olan buyuna. Amma mən ümumiyyətlə başqa sahələrdə çalışıram, özümü göstərirəm. Amma nağara musiqi də mənim qanımda olduğuna görə, qanıma hopduğuna görə mən musiqi ilə də lazım olan vaxt məşğul edirəm. Mən ən çox məşğuliyyəti mənim qarmondur, sintezatordur. Onları da çox ifa edirəm. Həm də Azərbaycanın 2-ci kurs tələbəsiyəm, qarmon fakültəsində. Festivalın əsas məqsədlərindən biri əlilliyi olan istedadlı gənclərin yaradıcılıq bacarıqlarını təsdiqləmək, onların sosial inteqrasiyası və adaptasiyasının təşviqi, ünsiyyətin qurulması və regional millətlərarası beynəlxalq mədəni əlaqələri gücləndirməkdir. Konsertdə müxtəlif ölkələrdən gələn əlil gənclərin çıxışları ayrı bir rəng qatdı.